Bəli, Ermənistan daxilində hələ də ittifaq üzvlüyü ilə bağlı dilemma var, amma reallıq da bundan ibarətdir ki, Avropa İttifaqının da açıq şəkildə bəli, qapılarımızı açırıq, Ermənistan da gəlsin, üzv olsun deyə belə iddialı bir bəyanat da səsləndirilməyib. Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı danışıqlara dair hələ ki son 2 ayda rəsmi olaraq bir görüş keçirilməyib. Sadəcə o video bağlantı şəklində mart ayında reallaşdı əvvəlində. Ancaq tərəflər üz-üzə gəlməyib. Ən azından mətbuat bu barədə məlumatlı deyil. Bəlkə bağlı qapılar arxasında və yaxud sərhəddə görüş keçirilib, bu barədə məlumatlar tirajlanmayıb. Son açıqlamada Ermənistan tərəfindən gəlmişdi və Ermənistan tərəfi vurğuladı ki, proses yaxşı gedir. Və Ermənistan daxilində isə, Ermənistan kütləvi informasiya vasitələrində isə mütəmadi olaraq 4 kəndin, xüsusilə Qazaxın 3 kəndinin qaytarılması ilə bağlı xəbərlər səsləndirilirdi. Buna biri də əlavə olundu. Ehtiyatda olan erməni polkovnik Mihran Maxtutyan Qazaxın anklav olan Soflu kəndinin Ermənistanda seçkidən sonra Azərbaycana təhvil veriləcəyini iddia edib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə razılaşmağa çalışır. Paşinyan çalışır ki, kəndi seçkidən sonra təhvil versin, ona qədər erməni ictimai rəyini məsələyə inandırsın. Ərazi tamamilə minalardan təmizlənib, bu hazırki məqamda necə anlaşılmalıdır deyə ritorik bir sual da verib. Erməni polkovnik qeyd edib ki, Soflu kəndi təhvil verilsə, həmin bölgədə ermənilərin yaşadığı bir çox kənd Azərbaycanın nəzarəti altına düşəcək. Azərbaycanlılar Soflu kəndinə qayıdacağı təqdirdə biz onların arasında yaşamalı olacağıq deyə açıqlamada vurğulanır.